Siz bəzi sual cavablarda rafizlər qardaşımızdır demişsiniz. Biz əlhəmlə başa düşürük ki, qəsdiniz cahillərdir. Lakin qardaşlarımız var ki, bunu başa düşmürlər. Başa düşməyən özü cahildir. Hər bir müsəlmanlar ümumən qardaşdılar. Bu məsələdə qardaşlar. İbadət əhliyəm mən özüm. Namaz qılıram 16 yaşımdan. Əvvəl namaz qılırdım, indi dondurmuşam. Amma yəni sahabələr kim söyür, çəksin Allah Taala onlara savab yazar. Yəni bu bir sən desədir qardaş, kiməsə ağır gəlir. Çox buna bu rafizci müsəlman deyir. Qardaş sən saxla. Qardaş sən saxla. Sən hər hansı bir firqəni təkfir eləyirsə, firqə olaraq təkfir eləyir. Şəxslərə gəldikdə isə müəyyən şəxsi təkfir eləməkdən ötürü şərtlər yerinə yetirməlidir, maneələr ortadan qalxmalıdır. Ölülərdən kömək istəyənlərə gəlincə və deyir: "Ey Allahın vəlisi" və ya bunun bənzərləri, "Mənə kömək et, mənə ruzi ver" və ya "Mənə ver" deyənlər isə bunlar müşriklərdir. Böyük şirkə düşmüş müşriklərdir. Uca Allahın bu sözü onlara aiddir. Həqiqətən də kim Allaha şərik qoşarsa, Allah cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Zalımlara kömək edən olmayacaqdır. Təvaf zamanı əlini, Allah ondan razı olsun, dua edən, çağıran, onu müqəddəsləşdirən və onun zərər və fayda verməyə qadir olduğunu deyən kəslərin hökmü nədir? Onlar cahilliklərinə görə üzürlü sayılırmı? Hər kim Allahdan başqasına, istər Əliyə, istər Rəsula, istərsə də başqasına dua edərsə, o müşrikdir. İstər təvafda, istərsə də başqa bir yerdə, o müşrikdir. Dua isə o ibadətin ən əzəmətli növlərindəndir. Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdu: Dua ibadətin özüdür. Dua ibadətin ən əzəmətli növlərindəndir. Əgər bir kəs Allahdan başqasına, ölülərdən olan peyğəmbərə, xəlifələrə, səhabələrə və ya salihlərə dua edərsə, bu böyük şirkdir. Və elə bir günahdır ki, yalnız uca Allaha edilən tövbə ilə bağışlanır. Bəli, Şeyxülislam Rahimullah demişdi: Əgər kimsə səhabələrin hamısını söyərsə və ya Peyğəmbərin sallallahu aleyhi və səlləm ölümündən sonra onların mürtəd olduqlarına etiqad edərsə, onun küfründə heç bir şübhə yoxdur. Hətta onun küfrünə şübhə edənin də küfründə şübhə yoxdur. Allah sizə yaxşılıq versin, ey fəzilət sahibi şeyx. Bu sualı verən deyir, rafizlərin avamının hökmü nədir? Onların hökmü, alimlərinin hökmü ilə eynidirmi? Ey qardaşlarım, bu cür sözləri tərk edin. Rafizlərin hökmü birdir. Bizə qarşı fəlsəfə etməyin, onların hökmü birdir. Hamısı Quranı eşidir. Əksinə, çoxu Quranı əzbər bilir. Höccət onlara çatmış, dəlil onların üzərində bərqərar olmuşdu. Bu fəlsəfələri tərk edin və bu indi bəzi gənclər və özünü alim kimi göstərənlər arasında yayılmış irçalıqdır. Bunu tərk edin. Kimə Quran çatıbsa, artıq hüccət onun üzərinə qalxmışdır. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Bəli, qiyamət gününə qədər.